Əgər dizlərinizdən şaqqıltı səsi gəlirsə, oynaq və bilək ağrıları sizi narahat edirsə, pilləkanı rahat çıxa bilmirsinizsə və biraz yeriyəndən sonra təngənəfəs olub dayanırsınızsa, əlinizi dizlərinizə qoyursunuzsa, bu artıq bu məzunun istifadə müddətinin çatdığını göstərir. Gördüyünüz bu qarışımın özü 5 dənə vasitənin qarışımından ibarətdir. Bamiyə toxumu və bamiyə toxumunu mütləq üyüdülmüş formada istifadə olunmalıdır. İydə unu mütləq şəkildə dənəsi ilə bir yerdə istifadə olunmalıdır. Və arı məhsulu olan perqa, arı məhsulu olan bal və üçüncü ən gözəl bir vasitəmiz isə it burnunun üyüdülmüşü. Buna it burnu unu da deyirlər. Adi it burnunun üyüdülmüşü və C vitamini ilə zəngin olduğuna görə bu qarışımların içərisində vurulur və qarışımların bədənə sovrulmasında çox yaxşı təsir göstərir. Odur ki, dostlar, ev şəraitində hazırlayıb rahatlıqla istifadə edə bilərsiniz. İdmançılar üçün isə çox faydalı bir şeydir. Çünki bədənin ağır yük götürdükdən sonra yorğunluğunu çıxaran gözəl vasitədir.